Salam əziz qardaşlar, əziz izləyicilər, xoş gördük hər birinizi əziz qardaşlar. Bugün mart ayının 26-sı 2025-ci il. Buyurun baxın, 3 baş inək satılır əziz qardaşlar. 2 başı balalıdır, 1 başı da boğazdır. Videoya sona qədər baxın, mallardan tam məlumatınız olsun. Əziz qardaşlar, gördüyünüz bu inək mal sahibinin dediyinə görə simentalın mələzidir. 3-cü qarına doğub, dişi balalıdır, 1 həftə doğub. Südü səhər axşam mal sahibinin dediyinə görə 14 litr. Qiyməti 2850 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Kim almaq istəyirsə geçsin yerində saxsın, yoxlasın, alsın. Videoya sona qədər baxın. Mallardan tam məlumatınız olsun. Bir həftəlik yanında gördüyünüz kimi simental dişi balası var. Anası da mal sahibinin dediyinə görə mələzdən dönmədi. Buyurun baxın əziz qardaşlar. Əziz qardaşlar, gördüyünüz bu inəkdə mal sahibinin dediyinə görə 1-ci qarına doğub. Gördüyünüz kimi simentaldan dönmədi. Dişi balalıdır. Südü səhər axşam mal sahibinin dediyinə görə 7 litr. Qiyməti 2000 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Ünvan Cəlilabad rayonu. Real alıcılar buyursun, əlaqə saxlasın. Geçsin yerində saxsın, yoxlasın, alsın. Videoya sona qədər baxın. 3-cü maldan da məlumatınız olsun. Birinci qarına doğub mal sahibinin dediyinə görə hal-hazırda səhər axşam 7 litr süd verir. Kim almaq istəyirsə geçsin yerində saxsın, yoxlasın, alsın. Əziz qardaşlar, gördüyünüz bu inəkdə mal sahibinin dediyinə görə simentalın mələzidir. 3-cü qarına boğazdır. Aprel ayının 20-si doğum vaxtıdır. Mal sahibi qeyd elədi ki, çox südlü bir maldır. Südü səhər axşam doğanda inşallah 15-16 litr. Qiyməti 2450 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Ünvan Cəlilabad rayonu. Kim almaq istəyirsə geçsin yerində baxsın, yoxlasın, alsın. Kanalımıza da abunə olub videolarımızı bəyənməyi unutmayın, zəhmət olmasa.